Hər birini salamlayıram. Zirə Torpedo oyunun öncəsi mətbuat konfransında əvvəlcə komandamızın baş məşqçisi Rəşad Sadıxov və futbolçumuz Qismət Ağayev oyunla bağlı fikirlərini bildirirsiniz. Sonra özünüzü təqdim edib suallarınızı verə bilərsiniz. İlk növbədə hamını salamlayıram. Sağ ol bizi Torpedo Kutaisiyaya qarşı evdə olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamlayıb istəyirik sabahları oyunda ən azı əlverişli nəticə əldə edib səfər oyuna üstün yollanaq. Başa düşürük qarşımızdakı rəqib təcrübəli rəqibdir. Xüsusilə də 3 ildir, 4 ildir stabil olaraq Avrokuboklara çıxış edirlər, mərhələ keçirlər və bilirik ki, istər azarkeşləri, istər komanda rəhbəri, futbolçular əsas kökləndikləri yarışlardan biri də Avrokubokdur. Bizim üçün də düşünürəm sabah olduqca vacib oyun olacaq. Yenə qeyd elədiyim kimi hazırlaşmaq üçün vaxtımız az oldu. Hər baxımdan istər təlim məşq toplantısı qısa oldu, istər seleksiyanı tamamlaya bilmədik bu oyunlar öncəsi. Amma buna baxmayaraq komandamız təcrübəlidir, xarakterli komandamız var və inşallah sabahları sadaladığım keyfiyyətlərə çox ehtiyacımız olacaq. İlk dəqiqələrdən istəyirik Allahın köməyindən meydanda inamlı futbol oynayaq, inamlı oyunu nümayiş etdirək. Yenə qeyd edirəm, qarşımızda təcrübəli və çox yaxşı bir komanda var. Qismət buyurun. Sabah bizi yaxşı və təcrübəli bir komandaya qarşı oyun gözləyir. Bilirik ki, son illərdə Avroliqalarda daimi iştirak edən komandalardandır. Fikrimizdə bizim də o yarışlarda yetərincə təcrübəmiz var. Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq ki, ilk oyunda istədiyimiz nəticə ilə ayrılaq. Keçək suallara. Sual var? Bunlar Azərbaycan bəy. Çox sağ ol. Böyük müddətlə transfer etdiyiniz qapıcının durumu məlumdur. Ən azı xeyli müddət sıradan çıxıb. Onun durumu və bu sualın davamı olaraq sanki Zirədə son illərdə bir zədə kabusu var. Hər mövsüm öncəsi hansısa bir oyuncu sıradan çıxır, bu sıradan çıxma az bir müddət əhatə eləmir. Hətta ən azı yarım bir mövsümlük. Yəni bu artıq bu tale ilə barışmısınız, yoxsa bu hesab edirsiniz ki, futbolun ayrılmaz bir hissəsidir? Təbii olaraq bu futbolun ayrılmaz bir hissəsidir. Biz bunu digər komandalarda da, digər Avropa futbolu, dünya futbolunda da bu hadisələrlə qarşılaşırıq. Sadəcə olaraq vurguladığımız kimi tez-tez olur bizdə bu. Sezonun əvvəlində olur və zədələr də uzun müddətdə olur. Bizim qismətimizdə belədir. Çalışırıq ki, buna adaptasiya olaq, amma çox çətindir. Çünki manevr eləməyə vaxtın çox az olur. Hər hansı bir həmlə eləməyə vaxtımız çox az olur. Və bilirsiniz, həqiqətən də Maykonu biz böyük müddətlə transfer eləmişdik. Amma ilk gəldiyi gündən də özü ilə aramda söhbət olanda bildirmişdim ki, bizdə elə olmayacaq ki, sən bütün oyunlarda sən qapıda durursan. Bizdə Aydın kimi təcrübəli milli komandanın üzvü var və aramızda sağlam rəqabət olacaq. Bəzən də yaxşı oynadığın halda o şans alacaq və yaxud o yaxşı oynadığı halda sən şans alacaqsan və bu şəkildə sezonu davam etdirəcək. Və o yüzden də Maykon zədələnməsi bir tərəfdən bizi məyus edir, amma digər tərəfdən narahat eləmir. Çünki Aydın kimi təcrübəli qapıcımız var. İnşallah ki, fikirləşirəm ki, Aydın Maykonu yoxluğunu hiss etdirməyəcək. İkinci söz məlum ki, komandasının heyətində Gürcü futbolçuları da var, özü komandasının partizanları. Onlar ümumiyyətlə rəqib barədə fikir barədə aparmışsınız və ən əsası onların hazırlıq durumunda, yəni motivasiyaları böyükdür, öz həmyerlərinə qarşı oynamaq, yoxsa onlar üçün də adi növbəti bir rəqiblə qarşılaşmaq kimi bir mücadilə olacaq? Demək olar ki, ciddi məsələləri müzakirə eləməmişik. Şəhər, stadion, azarkeşlər, bu kimi sualları müzakirə eləmişik. Çünki bugün müasir dövrdür. Özümüz də rəqibin bir oyunda iştirak eləmişik. Köməkçi məşqçilərim canlı şəkildə iştirak ediblər və rəqibi də azdan çoxdan tanıyırıq. Amoniya ilə qarşılaşmamışdan öncə Amoniya ilə qarşılaşmışlar. Oradan da müəyyən məlumatım vardı o komanda haqqında. Bu ildə bir çox oyunlarını izləmişik. Son dönemdə də bilirsizlərdə çempionat fəal davam edir və 2 dənə də yarım final, Super Kubok oyunları oynadılar və o yüzden də heyətimizdə olan Volkovun, Papunaşvilin nəsə
əlavə bir məlumat verməyinə çox da ehtiyacımız yoxdur və o yüzden də özüm üçün də biraz qeyri-etik hesab edirəm ki, onlar da Gürcüstanlıları da nə olsun, misal meydanda rəqib olacaq, amma onların vətənidir. Əlavə motivasiya, mən onlarda xüsusi bir motivasiya eləmirəm onları ki, oynayasınız, özü də yaxşı tərəfdən göstərəsiniz, yaxınlarınız, əzizləriniz daha da yaxından izləyəcəksiniz. Köhnə sizi tanıyan azərkeşlər. Mən özüm onları yəni, adi bir oyuna kimi hazırlayıram onları. Yəni, adi nə mənada ki, istəyir Torpedadır, istəyir və yaxud Latviya komandası və yaxud Litva komandası. Özlərində soruşmamışam, istərdim ki, həmişə olduğu Papunaşvilidə, həmişə olduğu Volkovda, həmişə məşqlərdə istəklidirlər, çalışqandılar. Avrokuboklar həmişə bütün futbolçular, istər rəqib, istər biz xüsusi hazırlıq olur. Mən futbolçuların hamısını da hiss edirəm. Və inşallah ki, sabah arzu eləyək ki, meydanda ən yaxşılardan biri olar olsun. Suallar. Mübarək. Uğurlar arzulayıram. Çox sağ olun. Artıq neçə ildir Cirən baş məşqçisiz. Avrokuboklar öncəsi bu cür belə deyək də, bir çaşbaş salan plan, öncədən hazırlanmamış plan, yəni tam hazır olmadığınız dönəmi xatırlayırsınız, yoxsa bu zirədə olduğunuz müddətdə Avrokuboklar öncəsi ən çətin dönəm kimi yadda qala bilər? Bəli, həqiqətən 6-cı ildir zirədəyəm və 4-cü Avrokubok yarışımız olacaq inşallah, iştirakımız olacaq Avrokuboklarda. Həqiqətən də ən çətin period oldu. Çünki finalda məğlub olduqdan sonra və son 2 tur qalmış bəlli olduqda ki, biz Avrokuboka getmirik, rəhbərlə görüşümüz oldu və belə bir plan tutduq ki, inşallah uzun bir komanda yığaq, komanda dəyişikliklərlə yeniliklər eləyək və uzun müddətli bir plan düzək. Və o yüzden də özünüz də gördünüz, gedişatda bir çox futbolçularla yollarımızı ayırdıq. Həm düşündük, onların xeyrinə onlar başqa klubda çıxış eləmək, həm bizə daha fərqli və yeni futbolçularla işləmək daha yaxşı olar, xeyrimizə olar. Və sonra bu məsələlər qalxdıqdan sonra artıq məcbur olduğumuz nöqtədən davam eləyək. Və belə sonra da rəhbərlə yenə görüşümüz oldu. Belə bir qərar qəbul elədik ki, Avrokuboklara görə tutduğumuz plan strategiyada dəyişiklik eləməyək. Tələsi transferlər, tələsi seleksiya eləmək istəmirik. Bundan sonra komandamıza ən azı 5-6 futbolçu cəlb eləmək istəyirik. Ola bilərdi ki, sabahki oyuna qədər çatardıq, amma belə deyəcəyimi 1-2 futbolçu sıralarımıza qata bildik. Amma hələ 5-6 transfer bizdə açıqdır və o yüzden də ola bilər sabah olar, ola bilər bir həftə sonra, ola bilər avqustun sonunda olar. Və düşündük ki, tələsmədən, çünki başa düşürük bizi gələn il hansı son gözləyir, necə bir son gözləyir, rəqiblərin gücü və necə gücləşirlər. Doğru qeyd edirsiniz, çətin keçdi bu period. Həm təlim məşq toplanışımız cəmi 6 gün oldu, 2 yoldaşlıq görüş oynadıq, 10 gün burada hazırlaşıb, bir həftə Türkiyədə. Demək olar ki, bir ayımız tamamlanmır, hazırlıq dövrün bir ay tamamlanmır. Sabah oyun öncəsi, harcı 26-27 gündür. Toparlanmışıq, başlamışıq məşqlərə. Bu məqamları biz futbolçularla danışmışıq və rəqibin də nəzər alsaq ki, reglamenti fərqlidir, çempionatın reglamenti fərqlidir. 17-18 tur oynayıblar, 16 günlük fasilə verilib Avrokuboklara qədər və o fasilədə 4 komanda, hansı ki Avrokubokda çıxış edəcək, öz aralarında yarın final, super kubok oynayırlar. Bir sözlə ideal hazırlıq periodu keçir rəqib. Aramızda elədiyimiz söhbətlərdə də və futbolçular ondan başa düşür ki, sabahki oyunda biz bəzi keyfiyyətlərlə bu hazırlıq arasındakı olan fərqi aradan qaldırmalıyıq. O təcrübədir, o xarakterdir, əzmkarlıqdır və bunların hesabına sabahları meydanda istəyirik ki, iki komanda arasındakı hazırlıq fərqini hiss etdirməyək inşallah. Buyurun. İsmət Aliyevə verilir. Sabah, yəni bugün də sabah da havanın temperaturu yüksək, düz axşam saat 8 olacaq oyunam. Hər bir hafta mən futbolçuların fikri maraqlı, yəni belə temperaturu yüksəkdir. Ümumiyyətlə oyun ərzində hazırlığınız, ümumiyyətlə həm də oyundan sonraki bərpa prosesi çətinlik törətməyəcək. Yox, fikirləşmirəm. Bizlər bundan öncəki oyunlarda da 3 gündən bir oyunlarımız olub, pis havalarda da oyunlarımız olub. Düşünürəm ki, bir problem yaratmaz. Yəni komanda şəkilində hər cür bu oyuna hazırıq. Fikirləşirəm ki, heç bir problem olmaz. Bərpa prosesində problem olmayacaq, yəni səhərisi və ümumiyyətlə isti havada oynamaq. Yox, bundan öncəki illərdə də belə bu aylarda istər konfrans olsun, istər Avropa olsun,
Yəni isti havalarda oynamışıq. Yəni fikirləşmirəm ki, nəsə bir narahatlıq yaradır. Buyurun. Oxan Səsən Murad Nəcandan uğurlar arzulayıram. Çox sağ olun. İnşallah sabah qələbə edəcək. İnşallah. Rejim mən bayaq biraz əvvəl qeyd etdim. Təəssüflər olsun ki, belə halında hazırlıq planı, transfer məsələsində daha uzun müddətli planlarınız var idi. Bəs bu məsələlər oyunçuların motivasiyasına nə qədər təsir edir? Yəni sabah günündə biz oyunçuların, yəni necə deyim, yəni bu oyuna yanaşmasında hansısa bir fərq yaradır belə olması sezon? Yox, tam əksinə düşünürəm ki, futbolçular sezon sonu məyus idilər ki, Avrokuboka düşməyiblər və bu baş verən hadisələrdən sonra Avrokubokda iştirak etməkləri düşünürəm, onlar üçün əlavə bir motivasiya olmalıdır ki, tam əksinə düşünmürəm ki, hər hansısa bir negativ bir hisslər olsun onlarda. Təbii olaraq hər şey zamanında, vaxtında olanda daha yaxşı olur, daha gözəl olur. İstər futbolçular da, məsələn, elə futbolçular var ki, artıq çəki ilə gəlmişlər təlim-məşq toplanışına bir neçə futbolçu və çox çəki fərqi var idi və bilirəm ki, beyinlərində artıq Avrokuboka düşməmişik, rahat istirahət ediblər. Amma bilsəydilər ki, ən azından Avrokubokda oynayacaqlar, tam fərqli gələcəklər, istirahəti də tam fərqli keçirdəcəklər. Bunlar hamısı birbirine bağlı olan məsələlərdir, amma artıq bu olub və biz buna tez uyğunlaşıb bu iki oyunda inşallah ki, oyunları yüksək səviyyədə keçirdib, bu negativ halları hiss etdirməmək istəyir inşallah. Çox sağ olun. Bir bağ buyur. Rəşad bəy, bu təbii ki, hər şey Avrokubokla bitmir də, yəni qarşıda çox ağır bir sezon var, rəqiblər görürsünüz güclənirlər. Bu tez tələsik hazırlıq, siz özünüz bir müddət əvvəl demişdiniz ki, Avrokuboklara getməsə hətta sizi cəza gözləyə bilərdi. Yəni, o məcburiyyət olmasaydı, yəqin ki, getmək istəməz, nəyə gördünüz? Çünki bu tez tələsik hazırlıq, qarşıdakı o mövsümdə istədiyiniz hədəflərə yer, daxili liqada çatmağınıza nə dərəcədə təsir edəcək, nə dərəcədə sizi belə mənfi təsir edə bilər? Yox, getmək istəmirdi sözü işlətməyim. Amma belə də bu məsələlər başlayanda, məsələlər, müzakirələr qalxanda bizim getmək istəməməyimiz nə dərəcədə proseslərə təsir eləyə bilərdi, eləyənməzdi. İlk növbədə rəhbəri bunu müzakirə edirdi. Yəni biz imtina edəcəyimiz şəkildə bu Turanın getməyinə kömək eləyə bilər, yoxsa yox. Orada bildirir ki, yəni sizin imtina elədiniz, eləmədiniz, siz 5-i tutdunuz, siz onu tutdunuz və yaxud kəpəz 5-i tutdu, karvan, bunların heç bir adəti yoxdur prosesi. Bunların ayrı bir 2019-cu ildə baş verən bir işdir, prosedura ayrıca baxılacaq. O komanda getmirsə, onlara maraqlı deyil. Kim tutub 5-ci yer, 6-cı yer və ondan sonra növbəti komanda gedir. Sonra belə bir müzakirə oldu. Əvvəllərdə olmuşdu bu ki, bəs imtina eləmək imkanı var yoxsa yox. Məhz onunla bağlı idi ki, biz də rəhbərlə danışırdı, bildirdi ki, planı belə tutduq. Komandanın yarısı yoxdur, komandanın çoxusunu göndərmişik və böyük ehtimal tez transfer edib komandanın heyəti formalaşdırmaq çətin olacaq. O müzakirədə getdi, biz də zəng elib maraqlandıq, bildirdilər ki, yox, cəza olacaq, çünki hamınız lisenziya şeyindən keçmişsizlər. Vaxtıkən Avrokubokda çıxış etməklə bağlı müraciət eləmişsiniz, qeydiyyatdan keçmişsiniz və imtina eləmək də şansı yoxdur. Deyər ki, yox, istəməzdi indi bu günləri mənə desələr ki, istəmirsən sabah oynamaq. İndi fürsət yaranıb, təbii olaraq gedib oynayacaq, hamı istəyir Avrokubokda oynasın. Amma bu Turan Tovuz komandasının haqqı idi, hamı istərdi ki, onlar iştirak eləsinlər. Bu il olmadı, hamıdan çox arzu edəcəm gələn il onlar ilk üçlüdə olsunlar, Avrokuboka gedən mütləq komandalardan biri onlar olsun. İndi artıq elə bir gəlib çıxıb ki, sabah artıq oyundur, hal-hazırda ancaq oyun haqqında fikirləşirik ki, həm Azərbaycanı, həm klubumuzu layiqli şəkildə təmsil edək inşallah. Tez tələsik hazırlaşmaq, o sezon ərzində nə dərəcə təsir edir sizə? Necə sığortalaya bilərsiniz sizə? Məhz biz də çalışırıq ki, yəni, o hazırlığı tək Avrokubokla bağlı qurmayaq. Və əsas da onu seleksiyada nümayiş etdiririk ki, bir çox futbolçular var ki, tələm-tələsik müqavilə bağlayıb, heyətimizi genişləndirib, heyətimizi daha da gücləndirə bilərdik, amma sezona o kifayət eləyəcəkdi yoxsa yox, o sual idi və sual olan oyuncularla məhz ki, illa ki, tez Avrokuboka götürək oyuncu eləmədi onu. Bakımız ilə bağlı sual verilsin, mənim keçərdən qayıtdı və rəsmi oyunlarda məhsullara az oldu, amma yoldaşı görüşdə çox belə deyil, məhsullar köçsünlər. Hazırki Baqamovski, yəni icarədən qayıdan, Rusiyadan qayıdan, yəni əsas heyət üzvü kimi faydalı ola bilərmi? Belə deyək, indi əsas heyətlə bağlı nəsə bir açıqlama verə bilməyəcəm.
onu deyə bilərəm ki, həqiqətən də yaxşı qayıdıb Rusiya çempionatından. Təbii olaraq fərqli bir çempionatdır, fiziki cəhətdən qüvvətli bir çempionatdır və oradakı toparladığı təcrübənin ona faydası olduğu görsənir. Amma indi inşallah o nə qədər rəsmi oyunlarda özünü göstərəcək, o artıq sualda onu sabahdan biləcək inşallah və düşünürəm ki, bugünkü forması, bugünkü idman forması əsas heyətdə başlamağa da imkan verir və son qərarlarımızı sabah verəcək inşallah. Çalışırıq ki, həm meydana buraxacağımız 11-i, həm sonradan meydana daxil olacaq 5 futbolçu sonuçta istədiyimiz nəticəni əldə edə bilər inşallah. Faydaları olsun. Bir sual da qismət edirəm. Qismət təbii ki, rəqibi analiz eləmişsiniz, bir təcrübəli müdafiəsi kimi kapitan kimi. Rəqibin oyun planında xüsusilə hücum xəttində hansısa bir məqamlar varmı? Xüsusi diqqətinizi çəkdi. Məşqçilərimiz yetərincə rəqib haqqında bizə məlumatları veriblər. Heyətlərində istər öz yerli futbolçular olsun, istər də əcnəblər futbolçular olsun. Hər an oyunu dəyişə biləcək futbolçuları var. Bizə məşqçilərimiz onu çatdırıblar. Biz də sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq. Son sual vermək istəyirəm. Dünya çempionatı təbii ki, yəqin istəyirsiniz. Dünya çempionatında bir yeniliklər oldu, istər su fasiləsi. Su fasiləsi deyəndə harca time-out kimi görünür. Bunun Avropa kupalarına da tətbiq olunmasını nə dərəcədə müsbət yanaşırsınız? En azından futsal kimi bir 20-25 dəqiqənin bir time-out olunmasını Belə ümumən faydası olar. Mən düşünürəm ki, məsəl üçün pandemiya dövründə 3 dəyişiklikdən 5 dəyişikliyə keçməsi, sonra görürsünüz ki, bütün klublar bundan məmnun qaldı. Və son zamanlar oyun sayılarının artması, sıx qrafiki nəzərə alıb, oyunların intensivliyinin artmasını nəzərə alıb, idmançıların da sağlamlığını düşünərək arada 2 dəqiqəlik fasilə bəlkə də müəyyən səviyyədə faydalı ola bilər. Mən şəxsən mənə xoşdur, yəni baxıram, düşünürəm ki, yəni bu futbolçuları düşünərək atılan addımdır. Olsa pis olmaz, yaxşı olar. İndi bilmirəm, o hava şəraiti ilə bağlıdır ki, havalar çox isti keçir, yay aylarından bağlıdır, yoxsa yox. Onsuz da yay aylarında bu fasilə var idi, əvvəllər də var idi. Sadəcə olaraq bu dünya çempionatı daha uzundur, 2 dəqiqəlik fasilə. Və indi bunun davamlı şəkildə olub-olmayacağını indi yəqin növbəti günlərdə, aylarda biləcək inşallah.